Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, daimi olaraq belə bir doğru ifadə səslənir və xüsusən çox qlobal şəkildə yayılıb. Nəsə edirlər, ona axıt yox, buna axıt yox. Nə vaxt olacaq axıt? Ölmüsən və dirillə də. Bilirsiniz bu da nədən qaynaqlanır? O qədər daxilində olan qurulacaq planlar, xəyallar, mənfidən kənar müsbət formada toplanan inkişafa meyilli şeylər ya maddiyyat səhvindən, ya bunu doğan, dünyaya gətirən anasının, digər valideynlərinin, bacısının, qardaşının dəstəksizliyi yaxud təməlsizlik, diqqətsizlik də həmçinin bu kimi qaynaqlardan bunun da haqqında olan müsbət şeylər reallaşmır deyənə digər bir növ ediləcək bir şeylər də bir həvəs yoxdur. Cəhənnəm olsun, rədd olsun, istəmirəm kimisindən senzura formalaşır. Və nəticədə də şəxsi planlamaya görə əgər ediləcək bir növ kiçik bir müsbət var idisə, o çevrilir mənfiyə. Və nəticə etibarıyla da bütün qalaq-qalaq yığılır bu cür planlar, məqsədlər sonda da edilmədiyi və yaxud sonda baş çatdırılmadığına görə olur mənfi. Sıfır, heç. Və artıq sən güclülüyünü, sən gücsüzlüyünə, zəifliyinə çevrilir. Və insanların əksəriyyəti də heç zaman yaş müddətində olduğu şeyi dərk eləmirlər. 20 yaşının 20 məqsədi, 30 yaşının 30 məqsədi. Təbii ki, yaş fərqlidir. Zaten bu kimi meyarlara diqqət edin. Seanslarımız əyani və olan şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsinə məlumat verib sualları soruşa bilərlər.